çəkə bilmədim səhər, amma belə bir protez kombin eləmişdim. Pink, belə bir şey. Getdim, gəldim protezə. Hardasa yarım saat arayla randevum var. İndi gedirəm kirpiklərimi dəyişdirməyə. Makyaj etməmişəm ona görə. Doğal, çünki olmalı. Təmiz olmalıdır, yəni makyajsız olmalıdır. O əziyyət etməsin deyə. İndi gedək dırnaqlarımı etdiyim yerdə, bu arada dırnaqlarımı sizə gündüz də göstəreyim. Dırnaqlarımı etdiyim yerdə gedirik kirpiklərimizi etməyə. Qızlar, lens qabımı və lens suyunu götürmüşəm. Daha doğrusu unutmuşdum. Qayıtdım evə, götürdüm, təzədən çantaya atacağım. Çünki kirpiklərdə işləyirdi, yəni yenə də gözdəki lensi qorumaq lazımdır. Mən çıxardıram, sonra yenə taxıram. Çünki görmürəm lenssiz, ona görə məcbur işləmdən sonra dərhal taxıram. Ümumiyyətlə, mən çox gülməli qızam. Bayaqdan yarım saat 40 dəqiqə erkəndən hazır idim ki, hada tez hazır olmuşam. Yəni ki, nə yaxşı. Hətta bəlkə erkən dedim. Son anda, hətta məsələn indi evdə gözlüyü də unutmuşam. Yəni onu götürmürəm, heç də olmaz da. Sadəcə yəni son anda belə aksiliklərlə yenə də 5 dəqiqə gec qalacağam. Yəni halbuki yarım saat 40 dəqiqə əvvəl əslində mən tam hazır idim. Necə oldu, necə alındı bilmədim. Hər nə qədər qəşəng otel seçmiş olsaq da, ev duşunun rahatlığını heç nə vermir. Ona görə də qəşəng dərin bir duş edirəm. Bu mənim rutinimdə ən sevdiyim ürünlərdir, sizə göstərirəm. Demək olar ki, çox vaxt bunları istifadə edirəm duş zamanı. Ondan sonra iki ən sevdiyim krem. Bu bədən losyonu. Bu da ayaqlar üçün üreli krem. Tabanlar üçün, yumuşaltması üçün. Hal-hazırda görürsünüz boynuzumdakı bu möhtəşəm savaş izlərini bir dəfə yandan sonra divana qoymuşam. Getmişəm evdən. Gəlimdə gördüm ki, boynuzum bu vəziyyətdədir. Çünki bu doku pişiklərin ən sevdiyi dokudur. Dəsmal dokusu kimi olan dokular. Və bütün belə parça pincik edib də, yəni bunu yeniləməliyəm artıq. Çünki amma qorxuram ki, yeniləyərəm. Deyirəm ki, bu yaş erası keçsin, sonra yeniləyim. Hal-hazırda görürsünüz. Yox, vanilya. Striptiz oynayır az qala aşkım. Şeylə, turbuçkamla. Olmaz. Hə. Deməli, mən deyirəm bu yaş erası keçsin, sonra mən yeniliyim də. Hardasa indi 4 aylıqdır. 2-3 ay sonra daha sakin olacaq. Yəni 1 yaşına yaxınlaşdıqca. Ona görə də hələ ki gözləyirəm. Çünki yenisində belə olmasın. Yakaladım, suçlumuzu yakaladım. Belə dəsmal materialından olmayanlar da var. Yəni daha belə kürk materialına yaxın belə bir vanilyanın tüylərinə yaxın materialda. Amma onlar da mənə istilik verir. Bu nazik və dəsmal materialındandır deyə. Bunu daha çox sevirəm. Amma vanilya da bunu daha çox sevdiyinə görə şu anlıq yəni dəyişmirəm. Biz gedək, kremlərimizi sürək, geçək. Bugün böyük gündür. Bugün İstanbul üçün bavul hazırlayacağıq. Bavul hazırlanması olacaq. Və İstanbul'a beraber uçuşumuz var bugün. Sağ ol deyə vanilya. Bugün vanilyadan, yəni bugün akşam, sabah, bazar günü ayrı kalacağım. Kuzumla ayrı kalacağım ama hiç onun umurunda da değil yani. Umurunda da değil. Biz giyindik,
uçak kombinimizi elədik. Belə. Davulumuz da burada da taksini gözləyir. Bu neyir? Ümumiyyətlə düşünürəm, kiçik bir yolculuk da olsa, başqa bir şəhərə, hər hansı bir tətil yolculuğu etmək insanların ilişkilərini daha yaxşı aydınladır. Yəni bu dostluq ilişkisində də belədir məncə, partner ilişkisində də belədir. Yəni neçə illik Bəxtiyarı tanımağıma rəğmən bu səyahətimizdə onun o qədər yaxşı xüsusiyyətlərini yenidən kəşf elədim. Həmçinin də Alya ilə olan arkadaşlığımızı, yəni gördüm ki, biz dördümüz nə qədər də rahat anlaşa bilirik. Mən, Bəxtiyar, Alya və onun eşi. Otelimiz İstiklal Caddəsindədir və özümlə gətirdiyim əşyalarımı yerləşdirirəm. Səhər çox gözəl bir antik otaqda oyanıram. Mənə çox ləzzət eləyir bu mənzərə. Daha sonra bərabər hazırlaşıb artıq İstanbulun ilk gəzinti gününə çıxırıq. Alə ilə ortaq istifadə elədiyimiz Varmar UGC səhifəmiz üçün bir çox içerik düşünmüşdük, bərabər çəkək. Onları çəkəcəyik bugün, sizlə gəzəcəyik. Daha sonra ən böyük əsas rotamız Büyükada'yadır. Yəqin ki, zaten bilirsiniz, İstanbulun ətrafında olan adaları ən birinci Heybeliadadır. Deyilənə görə Heybeliada da çox qəşəngdir. Əgər qısa məsafəyə getmək istəyirsinizsə, çox vaxt itirmək istəmirsinizsə, oranı tercih edə bilirsiniz. Amma biz çoxdandır Büyükada'ya getmək istəyirdik və budur, ilk görüntüləri sizə göstərirəm Büyükada'dan. Biz artıq Büyükada'nın sahilindəyik, vapurda əyləşdiyimiz yerdən qalxmışıq, gəlmişik, görək. Nə qədər az vaxt qalıb artıq düşmək istəyirik, çünki 2 saat vaxt keçirmişik burada, vapurda. Biraz yorulduq gözləyəndə, amma çox dincəltdi eyni zamanda. Yəni heç bir şey etməmənin həzzi var, sadəcə mənzərəyə baxmaq. Sonra mən pistachio outfitimin şərəfinə adaya enər-enməz çox qəşəng bir şirniyyat yeri seçirik. Buradan o qədər gözəl videolarımız, şəkillərimiz var ki, hələ bunu Instagramda da sizlə paylaşacağıq. Instagramda məni və Alə ilə birlikdə olan səhifəmizi izləməyi unutmayın. Daha sonra qəşəng çayımızı, kofemizi, kruasanlarımızı yeyirik və gedəcəyik Büyükada'nın turlaması ilə bərabər. Burada çox insan velosipedlə də turlayır, amma bilin bakalım, o 4 nəfərin arasında velosiped sürə bilməyən bir nəfər var idi. Ona görə biz sadəcə gəzdik və çox gözəl yerlər gördük. Sizə də bu kadrlardan bir neçəsini göstərmək istəyirəm. Gel abi. Ne kadar? 520 lira. Пятый человек строили это, чтобы... Ладно. Çok красиво, да? Ümumiyyətlə adalara gələndə fərq etməz hansı ada olursa olsun, özünüzə çimərlik geyiminizi də götürüb dənizə də girə bilərsiniz. Biz zaten Alanya'da çox fazla girdiyimiz üçün dənizə belə bir ehtiyac hiss etmədik. Bayaq sizə göstərdiyim yerdən çox qəşəng bir tac aldım və tam böyle Afrodit kombini oldu. Ümumiyyətlə istədiyim ki, ləyaqətlə qurmuşdular ki, Büyükada'ya getsəz, həmin vaxtda yerləşəcəksiniz, insanlar o qədər çoxdur. Amma sizə əvvəldə də göstərdim, orada cədvəllər var. Demək olar ki, hər saat başı Büyükada'ya zaten vapur gedir. Lap birinə də minmək istəməsəz, o birisinə mütləq çatacaqsınız. Sadəcə o saatları göstərən cədvəli əvvəlcədən telefonunuza qayd edin ki, dönüş tərəfdə vapurlarda o cədvəl yoxdur. Bakıdakı Baku Book Center-ə bənzətdiyim bir kitab mağazası gördü və içərisini çox bəyəndim. Çox gözəl kitablar var idi və sunum da çox gözəl olduğu üçün hətta kitabları sevməyən insanları belə cəlb edirdi. Turistləri, yabancılar fərqi yoxdur, yəni hər kəsi cəlb edirdi.
Deməli adamlarımız İstanbulda son gəzi rotamız Balat evləri oldu. Belə bir gün məni anlattım sizə. Deməli Vlad deyir ki, mənim bacım deyib ki, Sərkan Balatın evi var İstanbulda, oranı mütləq gəzin. Mən də axtardım, baxdım ki, Kərəm Bursinin kinodakı adıymış da bu ad. Nəysə, bura gələndən sonra da Bəxtiyar deyir ki, baxın, sizi gətirdim Sərkan Balat evinə. Bura Balat evləri idi, gördüyünüz o rəngli evlər. Bu isə bizim İstanbulun vazgeçilməz yeməklərindən olan balıq ekmek yeyərkən olan mənzərəmiz idi. Üç günlük tətilin sonu, bazar ertəsinə Həyat Vanilyamla qovuşmuşuq və qəfaltı edirəm. Növbəti vloglarda sizlə görüşmək üzrə.